1 yanvar 2026-cı il bürclər haqqında məlumat. Qoç. Bir çox işlər kifayət qədər uğurlu alınacaq. Ulduzlar açıq-aşkar cavablarla və ilk ağla gələn qərarlarla kifayətlənməyən qoçlara dəstək vəd edir. Ciddiyyət və maraq göstərənlər üçün sonradan həm işgüzar sahədə, həm də şəxsi münasibətlərdə çox faydalı olacaq, dəyərli məlumat əldə etmək şansı yaranacaq. Şənbə günü təhsil üçün olduqca əlverişli olacaq. Məlumatları tez qavrayacaq, əvvəllər qarışıq və çətin görünən mövzuların mahiyyətini anlaya biləcəksiniz. Doğru müəllimləri, köməkçiləri və məsləhətçiləri seçmək bacarığı da işə yarayacaq. Bəzən sadəlöv olan qoçlar belə bugün ilk təəssürata aldanmayacaq. Qarşılarındakı insanları daha yaxından tanımağın yolunu tapacaqlar. Buğa. Gün əsasən uğurlu keçəcək, çünki siz xəyallara qapılmayacaq və vəziyyəti dərhal düzgün qiymətləndirəcəksiniz. Digərləri gələcək barədə boş xəyallar qurarkən, buğalar diqqət tələb edən real və praktiki məsələlərə köklənəcəklər. Uğur dərhal gəlməyədilər, amma sizi səbirliliyinizə görə boş yerə tərifləməyiblər. Bugün də istədiyiniz nəticəyə çatana qədər geri çəkilməyəcəksiniz. Bir çox insan sizin işə yanaşma tərzinizi bəyənəcək. Köməyə ilk gələnlər məhz yaxınlarınız olacaq. Lazım gələrsə, onlardan məsləhət almaqdan çəkinməyin. Çox məntiqli və faydalı tövsiyələr eşidəcəksiniz. Yeni müttəfiqlərin ortaya çıxması da mümkündür. Həm yeni tanışlar, həm də əvvəllər anlaşa bilmədiyiniz insanlar arasında. Əkizlər. Gün asan keçməsə də maraqlı olacaq. Elə günlərdəndir ki, əvvəllər demək olar faydasız sayılan bacarıq və bilikləriniz işə yaraya bilər. Sizə yuxarıdan baxan insanlar nə qədər yanıldıqlarını anlayacaq və münasibətləri düzəltməyə çalışacaqlar. Onlara qarşılıq verə bilərsiniz, amma tələsmək məsləhət deyil. Bu ünsiyyətin sizə nə dərəcədə lazım olduğunu əvvəlcə düşünmək lazımdır. Səhvləri düzəltmək qərarına gələn əkizlər üçün gün pis olmayacaq. İstər öz səhvləriniz olsun, istər başqalarının. Bu dərhal baş verməsə də və zəhmət tələb etsə də, əldə olunan nəticə buna dəyəcək. Yaxınlardan kiminsə köməyinizə ehtiyacı ola bilər. Unutmayın, bugün başqaları üçün etdikləriniz sonradan sizə də xeyir verəcək. Xərçəng. Bugün nə ilə məşğul olacağınıza qərar verərkən, unutmayın ki, bir çox işlər düşündüyünüzdən daha çətin çıxa bilər. Ona görə də özünüzə daha çox vaxt ayırmaq, yaxşı hazırlaşmaq və köməkçilər tapmaq faydalı olacaq. Səfərə çıxan xərçənglər yolda gecikmələrə hazır olmalıdırlar. Bir neçə alternativ marşrutu əvvəlcədən planlaşdırmaq və vacib sənədlərin pulun evdə qalmadığından əmin olmaq yaxşı olar. Xırda xoşagəlməzliklərin baş vermə ehtimalı var. Nəsə itə, vacib məlumat gecikə, planlaşdırılan görüş təxirə salına bilər. Əsas odur ki, buna görə əsəbləşməyəsiniz və pozitiv əhval-ruhiyyəni qoruyasınız. Gün əslində o qədər də pis deyil və ikinci yarısında bunu özünüz də hiss edəcəksiniz. Şir. Gün məhsuldar və xoş keçəcək, xüsusilə də onu yaxşı bir mühitdə keçirən şirlər üçün. Yaxınlarınızla ortaq dil tapmaq asan olacaq, yeni tanışlarla da tez anlaşacaqsınız. Əvvəllər ehtiyatla davranan insanlar daha səmimi olacaq, bəziləri hətta ünsiyyətdə ilk addımı ata bilər. Romantik münasibətlərin başlanğıcı da mümkündür, amma hadisələr istədiyiniz qədər sürətlə inkişaf etməyə bilər. Səbirli olmaq daha yaxşıdır. Dostlarınız sizi sevindirəcək. Onlar həm xoş xəbərlər paylaşa bilər, həm də maraqlı təkliflər irəli sürə bilərlər. Günün ikinci yarısı iş, təhsil və ya bizneslə bağlı ümumi planları müzakirə etmək üçün əlverişlidir. Daha ciddi yanaşmanız əvvəllər sizi məsuliyyətsizlikdə günahlandıranların da xoşuna gələcək. Xərçəng. Günün başlanğıcı çətin ola bilər, xüsusilə də bu vaxtda vacib işlər planlaşdıran xərçənglər üçün. Xırda anlaşılmazlıqlar, yaxınlarla fikir ayrılıqları mümkündür. Tez və asan həll olunacağını düşündüyünüz məsələlərdə də çətinliklər yarana bilər. Amma ciddi narahatlığa əsas yoxdur. Müsbət təsirlər getdikcə güclənəcək və günün ikinci yarısı gözlədiyinizdən daha xoş keçəcək. Günün ortaları şəxsi həyatla bağlı vacib suallara cavab gətirə bilər. Bu vaxt aldığınız məlumat yaxın günlər üçün planlarınızı müəyyənləşdirməyə, nəyə diqqət yetirəcəyinizi, nələri isə sonraya saxlayacağınızı anlamağa kömək edəcək. Ancaq fikirlərinizi hələ paylaşmağa tələsməyin. Əvvəlcə onları yaxşıca düşünmək lazımdır. Tərəzilər.
Günün birinci yarısı diqqət və detallara həssas yanaşma tələb edən sakit işlər üçün uyğundur. Bu müddətdə sizi çaşdırmaq və ya aldatmaq çətin görünür. Amma ünsiyyət baxımından dövr biraz mürəkkəbdir. Tənqidi fikirləriniz başqaları tərəfindən həddindən artıq həssas qəbul edilə bilər. Kəskin sözlərdən və yanlış başa düşülə bilən zarafatlardan uzaq durmaq daha yaxşıdır. Əqrəblər. Bugün üçün böyük planlarınız varsa, onların əksəriyyətini təkbaşına həyata keçirmək olacağını nəzərə alın. Sizə dəstək vəd edənlərin sözünü tutmasına gözlənilməyən hallar mane ola bilər. Adətən güvəndiyiniz insanlarla fikir ayrılıqları da istisna deyil. Buna baxmayaraq, tək hərəkət etsəniz belə çox şeyə nail olacaqsınız. Burada israrlılığınız əsas rol oynayacaq. Nəsə dərhal alınmasa, başladığınız işi yarımçıq qoymayacaq. Məqsədə çatmaq üçün başqasının ağlına gəlməyən yollar tapacaqsınız. Gözlənilməyən xərclər yarana bilər, amma məbləğ böyük olmayacağı üçün ciddi narahatlıq yaratmayacaq. O xatan. Bugün boş vaxt keçirməyib, faydalı işlərlə məşğul olmağa qərar verənlər üçün çoxlu xoş məqamlar gətirəcək. Müxtəlif sahələrdə uğur qazanmaq mümkündür və bunun üçün işlərin tanış və ya tamamilə yeni olması o qədər də önəmli deyil. Təhsil alanlar çətin mövzulara yenidən qayıtmağa cəhd etsələr, bölük ehtimalla nəticə əldə edəcəklər. Ümumilə əvvəllər çox mürəkkəb görünən məsələlər üçün əlverişli gündür. Şənbə günü işlə bağlı söhbətlər üçün də uyğundur. Bu söhbətləri qeyri-rəsmi mühitdə, məsələn gəzinti zamanı aparmaq olar. Qarşınızdakı insan sizi maraqlı bir ideyaya yönəldə bilər və ya sizi çıxmaz vəziyyətdə salan məsələyə fərqli baxış qazandıra bilər. Maliyyə məsələlərində də problem yaşanmayacaq. Nə risk edəcək, nə də pulu havaya sovuracaqsınız. Oğlaq. Sizi xoş gün gözləyir. Planlaşdırılan işlərlə öhdəsindən gəlmək üçün çox səy göstərməyə ehtiyac olmayacaq. Hər şey rəvan keçəcək. Bir çox oğlaqlar yaxınlarına vacib məsələlərin həllində kömək etməyin yolunu tapacaq. Çətin vəziyyətdə qalanlara dəstək olacaqlar. Təcrübəniz başqaları üçün çox faydalı olacaq və verdiyiniz dəyərli məsləhətlərə görə sizə minnətdar qalacaqlar. İntuisiya yeni tanışlarla necə davranmalı olduğunuzu sizə göstərəcək. Onlarda dərhal müsbət təəssürat yaradacaq, etibar və rəğbət qazanacaqsınız. Romantik münasibətlərin başlanğıcı da mümkündür. Ulduzlar bu münasibətlərin harmonik və çox parlaq duyğular bəxş edəcəyini vəd edir. Dolça. Günün birinci yarısını sizi həqiqətən ruhlandıran faydalı məşğuliyyətlərə həsr etmək məsləhətdir. Köhnə bir hobbinizə qayıda və ya çoxdan maraqlı görünən yeni bir şey sınaya bilərsiniz. Bununla dərhal güc və enerji artımı hiss edəcək. Əhvalınız xeyli yaxşılaşacaq və daha az maraqlı, amma vacib işlərə də həvəs tapacaqsınız. Sonra maliyyə məsələlərinə keçmək olar. Gəlirlərinizi artırmasanız belə, mövcud vəsaiti daha düzgün idarə etməyin yolunu tapa bilərsiniz. Alış-veriş üçün də münasib zamandır. Xüsusilə də çoxdan planlaşdırdığınız, amma vaxt tapa bilmədiyiniz şeylər varsa. Balıqlar. Bu şənbə ondan heç nə gözləməyən balıqlar üçün xoş sürprizlərlə zəngin olacaq. Sevindirici xəbərlər, maraqlı təkliflər, həm xoş, həm də faydalı ünsiyyətlər mümkündür. Uğurlu təsadüflər də istisna deyil. Onların sayəsində köhnə problemlərin həlli yolunu tapmaq və ya uzun müddət həyatınızı çətinləşdirən insanlara qarşı üstünlük qazanmaq mümkün olar. Gün maliyyə işlərini qaydaya salmaq üçün də uyğundur. Xərclərinizi təhlil edin. Bəlkə də vacib şeylərdən imtina etmədən nəyə qənaət edə biləcəyinizi anlaya bilərsiniz. Bəzi balıqlar üçün əlavə qazanc imkanı da yarana bilər. Məbləğ böyük olmasa da yaxınlar üçün hədiyyə götürərkən çox işinizə yarayacaq.